Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Bu qərardan sonra Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyevin gələcək aqibəti ilə bağlı suallar yaranıb. Belə ki, Teymur Mehdiyev Fövqəladə Hallar Naziri Kemaləddin Heydərovun müavinidir. O, bu vəzifəyə 2014-cü ildə təyin edilib. Məsələ ilə bağlı Ramiz Mehdiyevdən və oğlundan açıqlama almaq istəsək də, onların telefonları sönülü olub. Kemaləddin Heydərov isə məsələ ilə bağlı sualdan yayınıb. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev isə sualı eşidən kimi telefonunu söndürüb. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 dövlətə xəyanət, 278 hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və 193-1-ci cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddələri ilə ittiham olunur.